Gözləyir Zirə ötən o turdakı uğursuzluğu unutturmağa çalışmalıdır azarkeşlərinə. Sumqayıta gəlincə isə Sumqayıt Karvan Yevlax üzərində qələbədən sonra Zirə səfərindən də ən azı Ricardo Martins cərimə meydançasında da ötürməsini edir. Konate topa çatmadı. Qapıya zərbə uzaq məsafədən təhlükəli bir zərbə idi. Rarinato, Junior Martins ötürməsi də dəqiq alındı. İbrahim Konate solcuna Namiq Ələskərovun ötürməsi. İbrahim Konate yerdə qalıb. İbrahim Konate ilə bağlı epizodu gəlin izləyək. Bax, burada ötürmə edilir. Səbu Abdullazadə. Oy. Rüstəm Əhmədzadə qapıya baxır. Uzaqdan qapıya zərbə. Aydın Bayramov cəhd edib topu tutmağa. Cərimə meydancasına ötürmə. İbrahim Konate qapıya zərbə və top qapıdadır, gol! İbrahim Konate. Oyunda hesabı açır. Zirə komandası qarşılaşmanın 36-cı dəqiqəsində İbrahim Konate fərqlənir. Bir daha baxaq bu topa. Oynankan vəziyyət burada yox idi və burada mövqe səhvi. Höcədan verdi. Burada mübarizəni uduzdu İbrahim Konate. Sol ayağı ilə o qədər qüvvətli bir zərbə idi ki, bu zərbəni sonra Mehdi Cənnətov heç cür topu qaytara bilməzdi. Burada sözsüz ki, suallar müdafiəçilərədir. Qəbul edir. Mərkəzi doğru irəliləyir. Ötürməsini etdi Papunaşvili. Qapıya baxır Papunaşvili. Papunaşvilinin zərbəsi. Top düz ötürməsini etdi. Solcuna uzun bir ötürmə. Leroy Mikels topa çatır. Mikels nə edəcək burada? Mikels alıcı hərəkətlər rəqibini keçmək istəyir. Leroy Mikels ötürməsini edir. Qapıya zərbə və burada Mehdi Cənnətov. Bir daha baxırıq. Mikels əla hərəkətlər. Çox ağıllı bir ötürmə. İbrahim Konate tam nəzarətsiz qalmışdı. Sağ ayağı ilə birbaşa topu qəbul etmədən qapıya zərbə indirdi. Mehdi Cənnətov burada. Sağcına Umini topa çatdı. Ötürmə Aydın Bayramov topu qaytarır. Daha bir zərbə. Rüstəm Əhmədzadə indi bərabərlik qolunu vurmağa çox yaxın idi, amma çərçivəyə düşə bilmədi. Amma bu baş vermədi. Və beləcə Rauf Cabbarovun final fiti Zirənin Sumqayıt üzərində minimal hesablı qələbəsini rəsmiləşdirir. 37-ci dəqiqədə İbrahim Konate'nin qolu Zirəyə bu ağır oyunda vacib, mühüm 3 xalı qazandırdı.